Karl Dweck, düşüncə tərzi nəzəriyyəsi. Düşüncə tərzi nəzəriyyəsini sizə ümumi şəkildə, ancaq aydın və anlaşılır, sadə dillə izah edəcəyəm. Karl Dweck nəzəriyyəsinin mahiyyəti ondan ibarətdir ki, zəka və intellekt şagirdin və ya insanın düşüncə tərzindən nasıl olaraq dəyişir, inkişaf edir. Yəni, uşağın təlim nailiyyətləri yüksəkdirsə, bu eyni zamanda şagirdin düşüncə tərzindən də asılıdır. Karl Dweckə görə düşüncə tərzi ikidir: açıq düşüncə tərzi və qapalı düşüncə tərzi. Açıq düşüncə tərzinə sahib şagirdlər səhv etməkdən qorxmurlar. Onlarda mükəmməliyyətçilik anlayışı yoxdur. Onlar istəyirlər ki, məqsədlərini, hədəflərinə çatsınlar və hədəflərinə çatmaqda qarşılarına səhvlər çıxdıqda həmin səhvlər onlar üçün maneə deyil, əksinə hədəfə çatmaq üçün biləcəndir. Bir sözlə, açıq düşüncə tərzinə sahib şagirdlər daim öz üzərlərində işləyir. Çətinliklərlə qarşılaşdıqda çətinliklərdən qorxmur, çətinliklərə maneə, problem kimi baxmır. Eyni zamanda başqası tərəfindən onlara verilən rəydən nəticə çıxardır. Həmçinin açıq düşüncə tərzinə sahib şagirdlərdə bacarmıram anlayışı yoxdur. Onlar düşünürlər ki, hələ ki bacarmırlar. Ancaq öz üzərində işlədikləri zaman nəticə əldə edəcəklər və inkişafa nail olacaqlar. Bir sözlə, bacarmıram ifadəsi yerinə açıq düşüncə tərzinə sahib şagirdlər hələ ifadəsindən istifadə edirlər. Hələ ki bacarmıram, hələ ki alınmır, hələ ki bilmirəm. Ancaq qeyd etdiyim kimi, mən hələ ki bilmirəm, öz üzərimdə işləyəcəyəm, çətinlikləri üzərində işləməklə dəf edəcəyəm və zaman keçdikcə hədəfimə doğru irəliləyəcək, məqsədimə çatacağam. Qapalı düşüncə tərzinə sahib şagirdlər isə tam əksinə, onlar səhv etməkdən çəkinir. Ona görə ki, onlarda mükəmməliyyətçilik anlayışı var. İstəyirlər ki, hər zaman başqalarının gözündə onlar mükəmməl görünsünlər. Buna görə də səhv etmək istəmirlər, çətin problemlərlə qarşılaşmaq istəmir, çətin tapşırıqların həllinə maraqlı deyirlər. Həmçinin onlarda bacarmıram ifadəsi var. Yəni, onlar düşünürlər ki, bunu bacarmırlarsa, heç vaxt bacarmayacaqlar. Deməli, onlar başqalarının gözündə zəif görünməkdən çəkinirlər. İndi sizinlə ümumiləşdirsək, açıq düşüncə tərzinə sahib şagird necə düşünər, qapalı düşüncə tərzinə sahib şagird necə düşünər? Buna aid bir nümunə çəkək. Tutaq ki, tədris prosesində şagird çətin tapşırıqla üzləşib. Açıq düşüncə tərzinə sahib şagird çətin tapşırığın öhdəsindən gəlməyə çalışacaq. Ola bilsin ki, o uğursuz olsun. Ancaq cəhd edəcək bir dəfə, iki dəfə və o çətin tapşırığın həllindən qaçmayacaq. Əksinə, o istəyəcək ki, həmin çətin tapşırığı həll etsin ki, yəni davamlı şəkildə öz üzərində işləməklə özünü daha yüksəyə qaldırsın, inkişaf etsin. Ancaq qapalı düşüncə tərzinə sahib şagirdə biz tədris prosesində çətin tapşırığı versək, tutaq ki, əvvəlki dərsdə biz həmin şagirdi tapşırığın öhdəsindən gəldiyi üçün afərin, əhsən və s. dəyərləndirmişik. Şagird düşünəcək ki, bu tapşırıq çətindir. Mən bunu həll etsəm, artıq müəllim və ya yoldaşlarım məni tutaq ki, güclü şagird kimi görməyəcək. Beləliklə, çətinliklərdən qorxmur, başqalarının rəyini dinləyir və rəydən nəticə çıxardır. Bacarmıram ifadəsi yerinə hələ ki bacarmıram ifadəsini işlədir. Səhvlərindən nəticə çıxardır. Öyrənməyə marağı var. Məqsədyönlü şəkildə hədəfinə doğru irəliləyir. Daima yeniliklərə açıqdır. Açıq düşüncə tərzinə sahib şagirdlər. Ancaq çətinliklərlə qarşılaşdıqda qorxur, geri çəkilir. Səhv etməkdən, risk etməkdən çəkinir. Eyni zamanda onlar ən çox bacarmıram, heç vaxt bacarmayacağam, məndə alınmır, alınmayacaq ifadələrini işlədirlər. Yeniliklərə açıq deyirlər, səhv etməkdən qorxurlar. Səhv etməyi onlar başqalarının gözündə mükəmməl görünməyəcəklər kimi düşünür və çəkinirlər qapalı düşüncə tərzinə sahib şagirdlər. Və biz müəllimlər olaraq yerinə yetirdiyimiz bir sıra strategiyalar vardır ki, bunun vasitəsilə şagirdləri qapalı düşüncə tərzindədirsə əgər açıq düşüncə tərzinə keçirə bilərik, açıq düşüncə tərzini və ya formalaşdıra bilərik. Məsələn, sinifdə
biz əvvəlcə intellektin, zəkanın dəyişilə bilən olduğu anlayışını formalaşdırmalıyıq. Bütün şagirdlərimiz bilməlidirlər ki, bu gün onlar nə isə bilmirlərsə, bu o demək deyil ki, heç vaxt bilməzlər, heç vaxt onlarda alınmaz. Əksinə, yeni məlumatlar onlar üçün sadəcə dəstəyə tutaq ki, ehtiyacları var. Müvəqqəti dəstək verildikdən sonra onlar həmin işin öhdəsindən gələ bilərlər. Nə isə bu gün öyrənə bilməyiblərsə, zamanla öyrənə bilərlər. Yəni, intellektin və zəkanın dəyişilə bilən olduğu anlayışı şagirdlərdə formalaşdırılmalıdır və belə olduğu müddətdə, məsələn, riyaziyyat dərsində şagird düşünürsə ki, riyaziyyat fənni mənlik deyil, mən heç vaxt riyaziyyat dərsində nailiyyət əldə edə bilmərəm, heç vaxt məsələnin həllində irəliləyiş əldə edə bilmərəm. Zəkanın, intellektin dəyişilə bilən olduğu şagirddə formalaşdırıldıqda o anlayacaq ki, tutaq ki, ola bilər ki, o müəyyən riyazi biliklərə sahib deyil. Ancaq daha məsuliyyətli çalışmaqla, daha çox çalışmaqla və s. o müəyyən müddət sonra riyazi biliklərə sahib olar, yeni bilikləri qəbul edə bilər, intellektini daha irəliyə apara, inkişaf etdirə bilər. Daha sonra sinifdə risk mədəniyyəti anlayışı formalaşdırılmalıdır. Risk mədəniyyəti o deməkdir ki, şagird səhv etməkdən qorxmamalıdır, çəkinməməlidir. Əksinə, səhvlərə düzgünə çatmaq üçün pilləkən olaraq baxmalıdır. Həyatımızda da bu adətən belədir. Yəni, insanlar səhv etməsə düzü öyrənə bilməz. Bax, bu anlayış şagirdlərdə də formalaşdırılmalıdır. Şagird bilməlidir ki, o ola bilər ki, bugün səhv etdi və ya sabah da səhv etdi, birisi gün də səhv etdi. Səhvlərindən nəticə çıxardaraq sonda düzgünü alacaqdır. Sadəcə olaraq səhv etdi, o bugün artıq bildi ki, nəyi etmək olmaz və ya növbəti dəfə. Bax, beləcə səhv edərək düzgünü anlayacaq, düzgünə çatacaq. Bir sözlə, əvvəldə qeyd etdiyim kimi, səhvlər sadəcə olaraq şagirdin o hədəfinə çatması üçün pilləkəndir. Nəinki geri çəkilmək səhv etdikdə, bax, bu risk mədəniyyətinin sinifdə formalaşdırılmasıdır və bununla müəllim şagirdlərdə açıq düşüncə tərzinin formalaşdırılmasına əsas yaratmış olacaqdır. Daha sonra sinifdə hələ anlayışı var. Uşaqlarda formalaşdırılmalıdır ki, hələ tutaq ki, nə isə bacarmırlar. Bir müddətdən sonra, müvəqqəti dəstəkdən sonra və s. onlar həmin tapşırığın öhdəsindən gələ bilərlər. Yəni, hələ bacarmıram, hələ edə bilmirəm, hələ anlamamışam, hələ tətbiq etməkdə çətinlik çəkirəm. Lakin bir müddət sonra öhdəsindən gələcəyəm. Hələ anlayışı sinifdə formalaşdırılmalıdır ki, şagirdlər açıq düşüncə tərzinə doğru inkişaf etsinlər. Yəni, bacarmıram, alınmır və s. ifadələri yerinə hələ işlədilməlidir. Daha sonra şagirdlərdə gözləmə vaxtının verilməsi əsasdır. Bəzən müəllimlər şagirdlərə sual verən zaman cavabı 1-2 saniyə, yəni bir neçə saniyə gözləyir və dərhal cavab vermək istəyən digər şagirdə növbəni verir və ya müəllim özü cavabı verir. Bax, belə olduqda açıq düşüncə tərzinə sahib şagirdlər də zamanla qapalı düşüncə tərzinə keçmiş olurlar. Ancaq sinifdə mütləq şəkildə gözləmə vaxtı vermək lazımdır ki, şagird öz fikrini toparlaya bilsin. Şagird ümumiyyətlə, tutaq ki, təfəkkürə yönəlik suala cavab verirsə, şagird bu zaman geniş və əhatəli düşünəcəkdir. Fikrini əsaslandırmaq üçün sübutlar axtarır və s. Yəni, şagirdə vaxt vermək lazımdır ki, şagird öz fikirlərini toparlasın və ifadə etsin. Gözləmə vaxtı verilməməsi isə sinifdə açıq düşüncə tərzinə sahib şagirdlərin də qapalı düşüncə tərzinə keçməsinə səbəb ola bilər. Daha sonra müəllim sinifdə deməli, rəy verən zaman daha diqqətli olmalıdır. Məsələn, tutaq ki, biz destruktiv və konstruktiv rəydən danışmışdıq. Destruktiv rəy dedikdə şagird üçün xeyirli olmayan, onun üçün mənfi olan rəyləri nəzərdə tutmuşduq. Məsələn, rəy verdikdə müəllim əgər şagirdə emosiyalarına yönəlik rəy verirsə, olacaqdır destruktiv rəy. Ancaq, məsələn, biz daimi olaraq şagirdə qeyd edirik ki, rəy veririk ki, və yaxud sən çox ağıllısan, sən hamıdan ağıllısan, sən çox bacarıqlısan. Belə olduqda şagird artıq çətin tapşırıqlarla üzləşdiyi zaman çətin tapşırıqları ümumiyyətlə həll etmək istəmir. Ona görə ki, o tutaq ki, riyaziyyatda çox zəkalı uşaqdır. Ancaq yəni, o tapşırığın dərəcəsi artdıqda, çətinləşdikdə, o onun öhdəsindən gəlməsə, artıq müəllim onu
güclü şagird kimi görməyəcəkdir. Bax, buna görə də şagirdləri emosiyalarına yönəlik rəy vermək olmaz. Şagirdi tərifləyən zaman, onun işini dəyərləndirən zaman idrak fəaliyyətinə yönəlik rəy vermək lazımdır. Tutaq ki, bugün sən tapşırıqların öhdəsindən yüksək səylə gəldin. Yəni, dərs boyu diqqətli idin, məsuliyyətli idin, bilmədiklərini öyrənməkdə və yaxud da tapşırıqların həlli zamanı tətbiq etməkdə yüksək səy göstərirdin. Afərin sənə. Belə də davam et. Belə olduqda sən növbət dərslərdə daha da uğurlu olacaqsan. Sənin əziyyətini, sənin zəhmətini yüksək qiymətləndirirəm və s. Yəni, bu və ya digər formalarda biz şagirdə konstruktiv rəyləri daha doğrusu verməliyik ki, şagirdlər açıq düşüncə tərzində olsunlar, açıq düşüncə tərzinə keçsin.